Ordudakı cinayətlərin sayı kəskin dərəcədə azalıb. Respublikanın hərbi prokuroru Xanlar Vəliyevin sözlərinə görə silahlı qüvvələrdə törədilən cinayətlərin qarşısının alınması məqsədi ilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planı hazırlanıb. Mən ümumiyyətlə sizə deyim ki, ildən ilə silahlı, yəni təkcə Müdafiə Naziri deyil, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarda ölüm halları ildən ilə azalır. Xüsusən qəsdən adam öldürmə və intihar hallarına qarşı həm hərbi prokurorluq xüsusi planları tərtib edib həyata keçirir, silahlı birləşmələrlə birlikdə kəsin şəkildə azalma var. Xidmətdən yayınma, hərbi hissəni və xidməti yerini öz başına tərk etmə faktları da azalıb. Ən fərəhləndirici hal odur ki, fərarlı cinayətləri kəskin şəkildə azalıb və bugün artıq son bir neçə ildir ki, döyüş bölgələrində bir fakt olsun fərarlı cinayəti qeydə alınır. Bu, mən sayıram ki, sadəcə hüquq mühafizə orqanı, prokurorluğun və silahlı birləşmə komandanlıqlarının fəaliyyəti yox, həm də millətin əhval-ruhiyyəsindən xəbər verən göstərici. Hərbi avtomobil qəzalarının və qəzalarda itkilərin qarşısını almaq məqsədi ilə görülən tədbirlər də öz bəhrəsini verir. İndi daha çox müddətdən artıq xidmət edən şəxslər xidmətə cəlb olunur. Yəni artıq bunlar muzlu belə iş yerindədir. Sözsüz onun da peşəkarlığı artıqdır əlbəttə. Bununla bərabər mən sayıram həm də yəni əvvəllər də ildən ilə azalır. Təbii ki, hərbi birləşmələrin komandanlıqları da bu işlə məşğul olur, prokurorluq da məşğul olur, hərbi polis də ki, bunların qarşısı alınsın. Çünki düz deyirsiniz, əvvəllər elə hallar olurdu ki, çox təəssüf ki, 4 nəfər, 5 nəfər bir dəfəyə həlak olur.